Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayran bedellesin, işlerinizi de avand eləsin. Söhbət orada qaldı ki, əlhasil elə ki, iblis mürtəd oldu. Adəm əleyhissalamı müəzzəz və mükərrəm halda mələklər onun xidmətində oldular. Adəm əleyhissalamı ikram və izzət ilə cənnətə varid etdilər və Adəm əleyhissalama gözəl paltarlar geyindirdilər və bir mərtəbədə həsən və cəmalı və kəmalı var idi ki, cəmi aləm mislin görməmiş idi və bir mərsiyə tac başına qoyub və belinə parıltılı kəmər bağladılar. Həmin kəmərin üstündə La ilahə illallah Muhammedur Resulullah yazılmışdı. Tacı Adəm əleyhissalamın başına qoyub, kəməri mübarək belinə bağlayıb, 70.000 mələk sağında və 70.000 mələk solunda və 70.000 mələk arxasında Adəmin xidmətində durmuşdular. Və nida olundu, cənnət mələklərinə ki, cənnəti zinətləndirələr və qapılarını açıb, cənnət huri və qılmanlarını tərənnümə başladılar. Yəni oxumağa və naz, qəmzə və s. şadlıqlar etməyə başladılar. Bülbüllər də oxuyub fəryad edirdilər. Müqərrəbin mələikələr, yəni Allah Teala'ya yaxın olan mələklər, ən yaxın sevimli olan mələklər də Əla-i Əliyyündən yürüşüb, gəlib tamaşaya durdular. Elə ki, Adəm əleyhissalamı cənnətə daxil etdilər, xitab xəllaq-ı aləm gəldi ki, ya Adəm, səni qüdrət əlim ilə təxmir etdim və sənə öz xas ruhumdan nəfx etdim, yəni üfürdüm və səni öz cənnətimə daxil etdim. Lakin sənə lazımdır ki, bu ikramın əvəzində əhdimi və əmanətimi gözləyib, buyurduqlarıma əməl edəsən. Adəm əleyhissalam dedi, ey pərverdigarım, əhdini buyur, tayin ki, mən də sənin buyurduğun əməlləri etməyə səy edim. Haqqı Teala Həzrətləri buyurdu ki, bu ağaca yaxınlaşma və düşmən sözlərin eşidib, düşmənin sözünə qulaq asma. Burada bu ağaca yazılıb, yəni hamınız bilirsiniz də, əsl həqiqətdə ən məşhur olan budur ki, Allah Teala Adəm əleyhissalama tapşırdı ki, buğda ağacına yaxın durmasın, yaxınlaşmasın. Nəinki yemək, hətta yaxınlaşmasın. Belə ki, cəmi əhli cənnət Adəm əleyhissalamın xidmətində olurdular. İndi buğda ağacı dedikdə, yəni indiki buğdalar, yəni ağacda bitmirlər, ot kimi bir qədər yuxarı qalxırlar, bar gətirirlər. Amma o dövrdə ağac olub, indi inşallah burada mən qeyd etmişəm, onun vəsfi haqqında, necə ağac olmaq haqqında da deyəcəyəm. Yəni tələsmək lazımdır. Elə ki, cəmi əhli cənnət Adəm əleyhissalamın xidmətində olurdular. Hər vaxt ki, onun mübarək üzünə baxanda Həbibullahə səlavət göndərirdilər. Çünki Peyğəmbərimizin nuru Adəm əleyhissalamın alnında idi və bir xəbərdə Adəm əleyhissalamın sülbündə və digər bir xəbərdə zöhründə idi. Hər dəfə Adəm əleyhissalam səmavata seyr etməyə gedəndə cümlə müqərrəbin mələklər onun arxasınca gedirdilər və ona təəzzim və təkrim edirdilər. Adəm əleyhissalam bu nur barəsində Allah Teala'dan sual etdi. Haqqı Teala buyurdu ki,
Muhammedin nuru sənin zöhründədir. Adəm əleyhissalam buyurdu ki, ya Rəbb, mənə ehsan edib o nuru mənim xaricimə isnad elə. Ta inki mən özüm də onu müşahidə edib, xatərim məsrur olsun. Bəs həqiqətən o nuru Adəmin şəhadət barmağına nəql elədi. Yəni şəhadət barmağına gətirdi. Elə ki Adəm əleyhissalam Həzrəti Rəsulun mübarək nurunu müşahidə etdi, barmağını qaldırıb şəhadət kəlməsini dedi. Onun üçün ona şəhadət barmağı deyirlər. Sonra barmağını öpüb gözü üstünə qoydu və salavat dedi və buyurdu, o nurdan mənim bədənimdə qaldı mı? Haqqı Teala buyurdu ki, əshabələrinin nuru qaldı. Adəm əleyhissalam onların da parmaqlarında olmasını Allah Teala'dan istədi. Və Haqqı Teala əshabələrin də nurunu Adəm əleyhissalamın parmaqlarına gətirdi. Ta o vaxta kimi ki Adəm əleyhissalam Allah Teala'nın nəhy etdiyi ağacın meyvəsindən tənavül etdi. Yəni yedi. Yenidən o nur Adəmin zöhrünə qayıtdı. Belə ki, Adəm əleyhissalam cənnətdə olduğu vaxtlardan cənnətdə ənbiyalar ədədində kürsülər var idi. Adəm əleyhissalam o kürsülərin hər birində oturanda Peyğəmbərin nuru Adəm əleyhissalamın alnında parlayırdı. Adəm əleyhissalam hər vaxt kürsüdə oturanda 70.000 elm nurdan baş üzərində tutardılar. Heç yer qalmazdı ki, o nurlardan aydınlıq olmasın. Xəbərlərdə belə varid olub ki, Adəm əleyhissalam cənnətdə ən əvvəl yediyi yeyinti üzüm olub, ən axırda isə incil ilə xurma olub və ya buğda oldu. Yəni buğda olduqdan sonra əsl həqiqətdə burada incil xurma da deyirlər. Əsl həqiqətdə buğda yeyəndən sonra Allah Teala Adəmi cənnətdən xaric etdi. Yəni ən inanılası budur ki, buğda yedi. Sonra cənnətin digər təamlarından və meyvələrindən yeyib və belə ki, cənnətin bostanlarında və qəsrlərində və gülzar və reyhanlarını seyr edərək nə istəsəydi, ürəyində nəyi qəsd etsəydi, həmən anda onun üçün hazır olardı. Amma bir gün tənhalıq səbəbindən öz cinsindən olan bir insanın onunla olmasını qəlbindən keçirtdi ki, onunla ins tutsun, yəni onunla ülfət, mehribanlıq etsin. Adəm əleyhissalam bu fikirdə ikən ona yuxu ariz oldu və sol tərəfinin yuxarı hissəsindən Həvva anamız və ya nənəmiz xəlq olundu. Bir rəvayətdə Həvva cənnətdən qıraqda xəlq olunub. Yəni hələ cənnətə daxil olmamışdan qabaq hər ikisini bir təxt üstünə qoyub cənnətə daxil ediblər. Həvva xəlq olunduqda Adəm əleyhissalamın xəbəri olmadı. İbn Abbas və İbn Məsud rəvayət edirlər ki, Həvva cənnətdə xəlq olundu və hər hal xəlq olundu. Rəvayətlərə görə Həvva eyni Adəm kimi qəd qamətdə və rəng və həsən surətdə və cəmalda Adəm Peyğəmbər kimi idi. Amma bəzi işlərdə Adəmdən fərqlənirdi. Məsələn, dərisi Adəm əleyhissalamın dərisindən nazik idi. Avazı, yəni səsi lətif idi. Gözləri Adəm əleyhissalamın gözlərindən siyah, yəni qara idi. Dişləri Adəmin dişlərindən yaxşı və göyçək idi. 100 dəstə saçı var idi. Hər biri cənnət yaqutları ilə müzəyyin olmuşdu. Rəvayət olunur ki, elə ki Adəm əleyhissalam Həvvanı gördü, dedi, sən kimsən və nə səbəbə gəlibsən? Həvva dedi, mən sənin zövcən, yəni həyat yoldaşın olmaq üçün xəlq olundum. Haqqı Teala məni sənə munis, yəni qulaq yoldaşı olmaq üçün xəlq etdi və sənə cift olmaq üçün göndərdi. Digər bir rəvayətdə belə deyilir, Adəm əleyhissalam Haqqı Teala'dan sual etdi ki,
Ya Rabbi bu nə cinsdir ki, mənə onunla ens verdin. Haqqı Teala buyurdu. Sən mənim qulumsan, adını Adəm qoydum. Onun adını isə diridən, yəni səndən xalq olunduğu üçün adını Həvva qoydum. Adəm əleyhissalam dedi, ya Rabbim, ona qəlbim qayət, yəni hədsiz dərəcədə meyl, məhəbbət etdi. Hələ bil ciyərimin bir parçasıdır və ya ciyərimin damarlarından biridir. Haqqı Teala buyurdu, onu sənin üçün xalq etmişəm. Onun üçün məndən bir şey tələb et. Adəm əleyhissalam dedi, ya Rabbim, nə tələb edim? Haqqı Teala dedi, təqva və əməli salihliyi məndən tələb elə və dini ona təlim elə. Yəni sən onun üçün təqvalı və əməli salih olmağı məndən istə. Mən də bu sifətləri Həvvaya verim ki, təqvalı olsun. Sonra Haqqı Teala əmr etdi ki, gövhərdən bir kürsi Adəm əleyhissalam üçün qoydular. Adəm əleyhissalam oturdu və cəmi mələklər hazır oldular. Haqqı Teala buyurdu, ey Adəm, xutbə elə. Yəni Həvvadan ötəri əməli salihlik məndən istə. Adəm əleyhissalam da xutbə etdi. Sonra Allah Teala buyurdu, indi də xutbə edib Həvvanı özündən ötəri tələb et. Adəm də xutbə edib Həvvanı Allah Teala'dan tələb etdi. Allah Teala da Həvvanı Adəmə verdi və onun əqdini, yəni kəbin deyirik də bir kəbini həmd və səna ilə və Muhammed Mustafa'nın ismi şərifi ilə şuru etdi. Yəni başladı. Bu qayda ilə ki, ey Adəm, mənim Həbibim və Nəbim və Vəsim və Xəlilim Muhammed Mustafa'dır. Sallallahu aleyhi ve sellem ki, iftidai xalq onunla başladı və intihasını, yəni ki, sonunu dəxi onunla edəcəyəm. Bu əvvəldə olan nur onun nurudur. Hər aynı əgər o olmasaydı, zülmət, cənnət, cəhənnəm, luh, qələm, ərş, kürsü, zəmin, yəni yer, asiman, göylər, cin və ins və mələklər olmazdı. Adını cəmi aləmlərdə olanlardan ən əvvəl zikr etdim, yəni adını çəkdim. Bu əqddə cümlə mələklər Adəm əleyhissalam və Həvvadan ötəri cənnətdən cəvahirlər gətirib onların üstlərinə səpirdilər. Haqqı Teala Cəlla və Əla bilzat bu xutbəni oxudu. Həvva ilə Adəm əleyhissalamın əqdində. Burada ərəbi kəlmələr var, mən onları yazmamışam sözün düzü. Yəni onları ərəbi dildə desəm də oradan bir şey, bir nə mən, nə siz anlamayacaq. Mən ona görə də məsləhət bilmədim, yazıb ona vaxt sərf etməyi. Mən onları yazmamışam. Sonra Adəm ilə Həvva cənnətdə sakin olub, ənvai ləzzətlər ilə ömür sürürdülər. Amma o ağaca ki, Allah Teala demişdi ki, yaxın durmayın və onun meyvəsindən yeməyin, o ağacdan içtinab edib, ondan uzaq gəzirdilər. Amma o ağacın nə ağacı olması haqqında və ya hansı meyvə olmasında üləmalar arasında ixtilaf vardır. Amma əksər alimlər bu noy deyiblər ki, buğdadır. Belə ki, Əli Əmrəl-Möminin əleyhissalam ağamızın buğda çörəni yeməməsi və buğdadan uzaq olması da bunu göstərir ki, həqiqətdə o ağac buğda ağacı olub. Yəni həqiqətən də yəqin ki, yəni buğda ağacı olub ki, ağamız Əmrəl-Mömin Əli əleyhissalam da buğda yemir. Cənnətdə olan buğda ağacı gözəl və hündür və buğdasının dadlı olması deyilir. Belə ki, şeytan məlun cənnətə daxil olanda buğda ağacının dibində oturub və çalğı çalır. Buğda ağacı, yəni indiki meşələrdə olan böyük ağaclar ki, böyük ağac olub ki, yəni onun altında hətta şeytan məlun oturub çalğı deyəndə adətən keçmişdə aşıq deyərdilər. Aşıq çalğısı başqa bir kitabda mən oxumuşam olub, yəni o çalğını çalıb. Yəni onun kölgəsi olub, həmən ağacın, böyük ağaclardan biri olub. Bu söhbət inşallah gələn səhifələrdə olunacaq. Demək istəyirəm ki, deməli cənnətdəki buğda ağacı iri ağac olub və şeytan o ağaca söykənərək öz çalğı alətini çalmağa başlayıb.
Bir rivayette Adem ile Havva 500 yıl bu dünya hesabınca cennette kaldılar. Sonra dünyaya atıldılar. O nehy olunmuş meyveden tenavül ettiklerine göre. Bu barədə inşallah zikir yenə də olunacaq. Elə ki Əzazil, yəni iblis Adəm əleyhissalamı ziyarət etməkdən, yəni Adəmə səcdə etməkdən əba etdilər. Allah Tebarek ve Teala Əzazilin əynində olan kəramət libasını alıp lanet palazını ona giyindirdi. Olduğu nəim o gözəl cənnətdən rədd edilib yer üzünə indirildi və mələklər o məlunu döyərək, söyərək, daşlayarak bir cəzirəyə, yəni susuz səhralığa buraxdılar. Yəni bəzi xəbərdə bir deryaya bıraktılar ki, elə bir derya idi ki, yəni onun suyu çox qara, çirkin bir su idi. Və əhsən, yəni o gözəl surətdən dönüb qəbih bir şəklə saldılar. Və lənət daşın birinci dəfə Cəbrail əleyhissalam şeytana vurdu. Sonra Mikail əleyhissalam, sonra İsrafil əleyhissalam, sonra Əzrail əleyhissalam, sonra 7-ci səmavatdan, yəni göydən yer üzünə gəlincə cəmi mələklər ona lənət etdilər və yerdə olan bir dərya dibinə buraxdılar. Elə ki o məlun başını dəryadan bayıra çıxartdı, öz əksini o suda gördü. Gördü üzü qara, gözləri göy, elə bir mərtəbədə çirkin şəkilə düşüb ki, xalq aləm onu o surətdə görsələr, onun çirkin surətinin təsirindən cümləsi bihuş olar. Söhbəti burada dayandırıram. Söhbət uzun olanda, yəni dinləməkdə, baxmaqda bir qədər mənə elə gəlir ki, insanlara ağır gəlir. Ona görə də elə bu qədərlə kifayətləndim. İnşallah ardın gələn günlərdə söhbət edərəm. Allah hamımızdan razı olsun, yenə deyirəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.